Mənəv Rəhməhullah Feydül Qadir adlı əsərdə buyurur ki, ən xeyirli öyrənənlər və ən xeyirli öyrədənlər Quran-ı Kərimi öyrənib və onu öyrədənlərdir. Dünyada nə qədər elmlər var, nə qədər fənlər var, hamısının öyrənəni var və müəllimləri var, öyrədəni var. Lakin bütün bu öyrənənlər və öyrədənlər içində ən xeyirli olanlar o kəslərdir ki, onlar Quran-ı Kərimi öyrənir və Quran-ı Kərimi də başqalarına öyrədirlər. Niyə görə ən xeyirlilər bunlardır? Çünki Quran-ı Kərim Allahın kəlamıdır. Allahın kəlamı da xeyirlərin ən xeyirlisidir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem ki, xayrul kələmi kəlamullah. Xayrul kələmi kəlamullah. Ən xeyirli kələm Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin sözləridir. Madəm ki, Quran-ı Kərimdə Allah Taala'nın sözləridir, insanları hidayət, nura, hidayətə çıxardan sözlərdir, insanlara haqqı batildən ayıran Furqandır və ona görə də onu özündə daşıyanlar da o fəziləti götürür. İnsanlar bir şeydən nəyisə fəzilətini götürürlərsə, o qazanılan fəzilət, o bağlı olan əmələ qayıdır. O əməl nə qədər fəzilətlidirsə, bir o qədər də insan o qədər ondan payın götürür.